Qardaş, maşın götürmüşdüm, Chevrolet Cobalt. Gündəlik icarəyə 35 manat pul ödəyirdim, gündəlik sürürdüm. Deməli, maşını qaytarmışam mən. Əlimdə qaytarmağıma dair sənəd də var. Vətəndaş avtomobil icarəyə götürdü, bir müddət idarə etdi və sonra avtomobili sahibinə qaytardı. Amma hələ də avtomobilə görə cərimələr ona gəlir. Tural İbrahimova. Deməli, getdim Xırdalan qaysına ki, ərizə ilə müraciət edeyim ki, qardaş, bu mən idarə etmədiyim halda bu cərimə mənim adıma gəlibdir də, köməklik göstərin, zəhmət olmasın. Xırdalan qaysı mənə qayıtdı dedi ki, get inzibati xətanı törədən şəxsi gətir, cəriməni onun adına yazaq. Ərizə yazsın burada könüllü, cəriməni onun adına yazaq. Dedim ki, qardaş, mən onu tapa bilmirəm da, yəni lap tapsam da mənim elə bir səlahiyyətim yoxdur, axı mən onu nətər gətirim? Bəs avtomobilin əsl sahibi, hansı ki sizə verilmişdi avtomobil icarəyə, o nə deyir? O da mənə deyir ki, mən avtomobili satmışam. Yəni bu cərimə mənlik deyil, mən avtomobili satmışam. Avtomobili də sənədsiz necə satıbsa, yəni o da bəllidir. Yeni satılan adama etibarnamə verilsəydi, cərimə onun adına gedəcəkdi. Ona etibarnamə verilmədiyinə görə bütün cərimələr mənim adıma gəlir. Bəs sizin bu etibarnamə var idi, onun vaxtı bitib yoxsa? 28-i 4-cü ay 2026-da mənə etibarnamə verilib, bir aylıq yol vərəqəsinə. 19-u 5-ci ay tarixində də etibarnamə bitibdir. Amma cərimə gəlib həmin tarixdən sonra? Həmən tarixdən sonra gəlib. Bax, cərimənin tarixi də buradadır. Biri 4-ü 6-cı ayda gəlib 2026-cı il, digəri də gəlib ayın 5-i 6-cı ay 2026-cı il. Nömrəsini verir, onu sən gələdilər. Baku TV-nin əməkdaşı Mürvət Zalikoğlu narahat edir sizi. Vətəndaş Tural İbrahimov deyir ki, bir vaxtlar sizdən avtomobil icarəyə götürmüşdü. O sizə avtomobili təhvil verib, amma hələ də ona cərimə gəlir. Qaydan soruşmalı. Onu mən eləyəcəyim şeydir. Mən cərimanı qərara vurmuram və yaxud da ki, qüvvəyə mindirmirəm. O avtomobil hazırda kimdədir? O avtomobil məndə deyil, mən bilmirəm. Avtomobili Tural bəyə siz vermişdiniz axı. Satmışam bəli, kimə satdığımda ona demişəm, bəsini də vermişəm. Bu avtomobili satanda etibarnamə vermədiniz avtomobilin yeni sahibinə? Verilib. Etibarnamə versəydiniz axı cərimə bu şəxsə gəlməzdi axı. Onu da qaydan hansı əsasa görə o etibarnamə olmayan adama cərimə vurulur. Mərkəzi informasiya sistemində qeyd edilən vətəndaş nəqliyyat vasitəsi üzrə son etibarnamə verilmiş şəxs kimi qeydiyyatda olduğundan qanunvericinin tələblərinə əsasən elektron qaydada tərtib edilən inzibati protokol onun barəsində rəsmiləşdirilib. Adına tərtib edilmiş elektron protokolda dəyişiklik edilməsi üçün həmin şəxs nəqliyyat vasitəsinin faktiki idarə etmiş şəxslə birlikdə aidiyyəti üzrə müraciət etməlidir. Müraciət əsasında araşdırma aparıldıqdan sonra mərkəzi informasiya sistemində tərtib edilmiş protokol üzrə müvafiq dəyişikliyin edilməsi mümkündür.